Salam, biz əvvəlki dərslərimizdə əsas trigonometrik nisbətlərə baxdıq. Bugünkü dərsimizdə buzağın radian və dərəcə ölçüsü, istənilən buzağın trigonometrik funksiyaları bu bölməyə baxacağıq. Həm mövzuların izahı, həm də testlər üzərində işləyəcəyik, daha yaxşı təkmilləşdirməkdən ötürü. Deməli, əvvəlcə radian nədir ona baxaq, sonra davam eləyərik. Bir radian təqribi qiyməti, deməli, 57 dərəcədir. Yaxşı, bu 57 dərəcə hardan yaranıb? Biz bilirik ki, bir çevrənin üzərində, məsələn, radiusu r olan bir çevrə qəbul edək. Əgər biz bu r uzunluqlu bir xətti aparıb bura çevrənin üzərinə qoysaq, bizə 180 dərəcəni əmələ gətirməkdən ötürü, məsələn, biz burada 1, 2 və 3 dənə radius uzunluğunda çevrədə qövslər ayırsaq, o 180 dərəcəyə tamamlanmayacaq. 180 dərəcəyə tamamlanmaqdan ötürü radiusu gərək 3,14-ə vuraq. Yəni, radiusu gərək pi-yə vuraq. Yəni, belə deyək, bir radianın əmələ gətirdiyi bucaq, deməli, radiusun və radiusun qövsə bərabər, həmin bu qövsün radiusa bərabər uzunluğu qəbul olunur və təqribi qiymətdə 57 dərəcədir. Deməli, biz bucaqdan radiana və radiandan bucağa keçəndə nə edəcəyik? Biz dərəcəni radiana çevirəndə, deməli, həmin dərəcəni vuracağıq pi böl 180-ə. Bu formada tapacağıq. Yəni, qısa olaraq indi misallar üzərində göstəriləndə daha yaxşı anlaşılan olacaq. Məsələn, birinci sualın cavabına baxaq. 40 dərəcəni biz əgər radiana çeviririksə, yazacağıq 40 bölü 180 vurulsun pi. Vəssalam. Sadəcə 180-ə bölməklə artıq cavabı görmək mümkün olacaq. Məsələn, ixtisar gedir. 20-yə ixtisar edəndə 9-da 2 pi. Cavab olur Y variantı. Digər tərəfdən, radiandan dərəcəyə çevirəndə də bunun tərsinə vuracağıq. Yəni, 180 böl pi-yə vuracağıq. Deməli, 5 pi böl 5-i biz dərəcəyə çevirməkdən ötürü bunu 180 böl pi-yə vururuq. Pi-lər ixtisar gedir. 180-i də 5-ə böləndə cavab olur 36. Ümumilikdə bucaqları artıq trigonometrik misallarda, məsələlərdə, tənliklərdə dərəcə ilə yox, artıq radianla vərdiş eləməyimiz çox daha yaxşı olar. Ona görə bəzi dərəcələri radianla çevirməni artıq əzbər bilməliyik. Düzdür, indi əzbərləmək lazım deyil, zamanla onsuz da vərdiş edirik. Biz bilirik ki, pi 180 dərəcəyə uyğun gələcək. Çünki dedik necə? 3 dənə deməli, 3,14 dənədir. 3,14 dənə r uzunluqlu qövsü birləşdirəndə çevrədə 180 dərəcəli qövs ayıracaq. Bax bu. Deməli, pi-miz 180-dir. Pi böl 2 90 dərəcə. Pi böl 3 60 dərəcə. Pi böl 6 30 dərəcə. Pi böl 4 45 dərəcə. Yəni, bizə lazım olan əsas bunlardır. Yəni, bunlardan çox istifadə olunacaq. Sadəcə aparıb yerinə qoyub hesablamaq lazımdır. Trigonometrik cədvəldə dediyim kimi əzbərləməkdən daha çox radiusu vahid olan çevrənin koordinat sistemindəki mövqesinə baxmalıyıq. Məsələn, misallara baxaq, ən yaxşı misallar üzərində izah alaq. Sinus pi-də, məsələn, sizə yadda saxlamaq çətindirsə bunu, bir çevrə və koordinat sistemi təsəvvür edin. Biz bilirik ki, x oxu kosinusdur, y oxu da sinus. Sinus pi. Sinus pi nədir? Gəlir düşür, bax, 180 dərəcəyə burada. Deməli, bu nöqtə, baxın, bu nöqtə bu çevrə üzərində hərəkət edir. Bunu unutmayaq. Çevrə üzərində hərəkət edir. Bu nöqtənin koordinatına baxsaq, bu nöqtənin koordinatı -1, 0-dır. Yenə deyirik, radiusu da 1 qəbul edirik. Düzdür, 1 qəbul eləməsək də cavab alınır. Amma standart bəzi misal tiplərində bizə bir vahid qəbul eləmək bunun şərtdir.
-1 0 nöqtəsi. Yəni burada bizim y-imiz 0-dır. X ox üzərində y 0-dır axı. Deməli sinus burada 0-a bərabərdir. 3 vurulsun 0, çıxılsın, 4 vurulsun. Kosinus pi-ni də artıq görürük biz burada -1-ə bərabərdir. -1. Üstə gəl 2 vurulsun tangens pi bölü 4. Tangens 45 dərəcədə də 1-ə bərabərdir. Vəssalam, bizə qaldı hesablamaq. Deməli, bu 0 eləyir, 4, üstə gəl 2. Cavab eləyəcək 6. Və bu şəkildə davam eləyək. 4-cü suala baxaq. Yenə, əgər sizin üçün çətindirsə, həmişə bunu yadınızda saxlayın. Düzdür, barmaq qaydası ilə falan da göstərilir, amma ən yaxşısı mənim fikrimcə elə çevrə ilə olandır. Deməli, 3 pi bölü 2. 3 pi bölü 2 270 dərəcədir. Məlum məsələdir. Bu nöqtənin koordinatı 0, -1-dir. X-imiz 0-dır bu nöqtədə. Y-imiz də -1, ən kiçik qiymətini alır. Kosinusun qiymətinə baxırıq. Yəni x-a. 3 pi bölü 2 də 0-a bərabərdir. Deməli, 5 vurulsun 0, çıxılsın 2 vurulsun. 3 pi bölü 2 də sinusun qiyməti -1. -1. Üstə gəl, kotangenslə tangens ikisi də 45 dərəcədə. Baxın, buna da baxaqlar. 45 dərəcə bura olsun. 45 dərəcə. Biz də demişik, tangens nədir? Tangens, kotangens. Kotangens bitişik katetin qarşı kateti olan nisbəti. Baxın, burada yaranan bu üçbucaq, fərqli rənglə göstərək. Baxın, bu üçbucaqda 45, 45, 90 üçbucaqda. Yəni, y nəyə bərabərsə ki, y burada köşdə 2 bölü 2-yə bərabərdir. X da köşdə 2 bölü 2-yə bərabərdir. Bitişik katetin qarşı katetə nisbəti eyni ölçülü ifadələri, ədədləri bir-birinə böləndə eləyəcək 1. Deməli, kotangens və tangens hər ikisi 1-ə bərabər olur pi bölü 4-də. Deməli, 3 vurulsun 1. Bu da bərabərdir. Bu onsuz da 0 elədi. 2 üstə gəl 3. Cavab olacaq 5. B variantı. Gəldik 5-ci suala. Kosinus, sinus 60, kosinus 30. Artıq hamısına bir çevrə çəkməyəcəm. Artıq bunları vərdiş edin gəlin. Buna da baxaq. Bundan sonrakıları artıq çevrə ilə göstərməyəcəm. Deməli, 60 dərəcəyə baxırıq. Baxın, 60 dərəcədə biz 30, 60, 90 üçbucağın onsuz da bilirik. Məsələn, radiusu da 1 vahid qəbul eləmişik. Bura olur 30 dərəcə. Baxın, bu bucaq. Deməli, 30-un qarşısı olur 2-də 1, 60-ın qarşısı olur köşdə 3 bölü 2. Vəssalam, bizə deməli sinus lazımdırsa, sinus y oxudur. Yəni şaquli olan ox. Deməli, sinus 60-da köşdə 3 böl 2. Kosinus 30-da da köşdə 3 böl 2-dir. Vurulsun tangens 60. Tangens 60-da böyük qiymətini alır. Yəni köşdə 3-ə bərabər olacaq tangens 60-da. Bu da bərabərdir. 2, 2 köşdə 3, bunları toplayanda vurulsun köşdə 3. 2-lər ixtisar gedir. Köşdə 3 ilə köşdə 3-ə vuruq. Cavab olur C variantı. 6-cı suala baxaq. Deməli, kosinus pi. Kosinus pi də -1-ə bərabərdir. 3 vurulsun -1. Yenə deyirik, baxın, çevrə ilə təsəvvür eləsək, bu nöqtə. Yəni, x oxu -1-ə bərabərdir. Sinus pi bölü 2. Bu da olsun qırmızı nöqtə. Sinus pi bölü 2 də ən böyük qiymətini alır, yəni müsbətdir. Üstə gəl 1. Bu da bərabərdir -2. B variantı. 7-ci sual. Kosinus pi bölü 2. Sinusun 1 olduğu yerdə kosinus 0-dır. Baxın, bu nöqtədə kosinus 0-a bərabərdir. X oxuna baxırıq da, baxın, bu nöqtənin koordinatına baxırıq. Nədir? 0, 1. 0, 1 isə sinus 1-dir, kosinus 0. Deməli, 2 vur 0, 2 vur 0, çıxılsın, 3 vurulsun. Sinus pi-də də 0-a bərabərdir. 3 vur 0, cavab olacaq 0. 8-ci sual. Gx funksiyası verilibdir. Bu funksiyanın qiymətini tapın. Yəni, pi bölü 4-ü aparıb x-in yerinə yazacağıq. Deməli, olacaq belə. Kosinus 2-ni pi bölü 4-ə vuranda pi bölü 2. Çıxılsın, sinus pi bölü 4-ü 4-ə vuranda olacaq pi. Çıxılsın, tangens pi bölü 4. Kosinus pi bölü 2 də 0-a bərabərdir. Sinus pi də 0-a bərabərdir. Tangens pi bölü 4 də 1-ə bərabərdir. Cavab olacaq -1. Gəldik digər suala. Məncə burada hər sualı izah eləməsəm də olar. Bunu artıq özünüz düşünün. Aparın pi bölü 6-nı
Yazın x-in yerinə kosinus pi bölü 3, sinus pi bölü 2, bir də tangens pi. Deməli, gəldik 10-cu suala. M-i tapın. Sadə bir sualdır. Tangens pi bölü 4-də 1-ə bərabərdir. Kotangens də pi bölü 4-də 1-ə bərabərdir. 3 üstəgəl m bərabərdir 0. Məlum məsələdə m olacaq -4. G variantı. 11-ci sual da bundandır. Özünüz işləyərsiniz. 12-ci sual. Deməli, sinus alfa vur kosinus alfa. Deməli, düzbucaqlı üçbucaqda sinus alfa nə idi? Qarşı katetin hipotenusa nisbəti. Alfanın qarşısındakı tərəf A-dır. A bölü C vurulsun. Kosinus alfa nəyə bərabərdir? Birləşik olan katetin, yəni B-nin hipotenusa nisbəti. B bölü C. Burada da olacaq, deməli, bunların hasili AB bölü C kvadratı. C variantı. 13-cü sual yenə hesablamadır. Bu hesablamanı deməyəcəm, özünüz hesablayarsınız. 14-cü suala baxaq. 14-cü sual biraz uzun görsənir. Həll eləyək. Sinus pi bölü 6. Sinus 30-da 2-də 1-ə bərabərdir. Çıxılsın. Çıxılsın birbaşa yazdım. Üstəgəl 2 vurulsun. Deməli, kosinus 2pi də, baxın, bunları indi funksiyaları, trigonometrik funksiyaları keçəncə də deyəcəyik. Tam bir dövr eləyib gəlib 2pi'yə çıxanda, yəni 0-da aldığı qiymətlə 2pi'də aldığı qiymət eynidir. Kosinus 2pi'də 1-ə bərabərdir. 1 üstəgəl 3-də 1 vurulsun. Kotangens pi bölü 6. Kotangens 30 dərəcədə. Kotangens 30-da köşdə 3-ə bərabərdir. Kvadrata yüksəldilib köşdə 3-ün kvadratı eləyəcək. 3 üstəgəl 4 vurulsun. Sinus 3 pi bölü 2. Baxın, bu nöqtədir. Sinusun -1 olduğu nöqtədir. Çıxılsın. Tangens pi bölü 4-də 1-dir. Üstəgəl, deməli, 3 vurulsun sinus pi. Sinus pi-də də 0-a bərabərdir. Baxın, gəlir, çıxır bu nöqtəyə. Kosinus -1 olur, sinus 0. Qaldı hesablama bizə. Deməli, 2-də 1, üstəgəl 2, üstəgəl 1, çıx 4, çıx 1, üstəgəl 0. Bu da 0 edir. Cavab nə olacaq burada? -1,5 olur deyəsən. D variantı hesablamamız ümid edirəm düzdür. 15-ci sual da bunun kimidir. Məsələn, üstündə kvadrat varsa, pi bölü 6-da nəyə bərabərdir? Məsələn, sinus pi bölü 6-da 2-də 1-ə bərabərdir. Kvadratı olacaq 4-də 1. Sadəcə aldığı qiyməti kvadrata yüksəldəcəyik və salam. 16-cı sual. Alfa mənfi pi bölü 3-dür. Mənfi bucaqlar haqqında biraz danışaq. Biz, deməli, saat əqrəbinin əksi istiqamətdə olan bucaqlar müsbət bucaqlardır. Məsələn, biz 60 dərəcə deyəndə nöqtəmiz, deməli, başlanğıc nöqtə bura qəbul olunur. Məsələn, 60 dərəcə saat əqrəbinin əksi istiqamətdə hərəkət elədi və ya 120 dərəcə desə, saat əqrəbinin əksi istiqamətində hərəkət elədi. Amma mənfi olan bucaqlar isə saat əqrəbi istiqamətində hərəkət edir. Alfa, deməli, mənfi pi bölü 3-dür. Yəni, -60 dərəcə. Baxın, bu nöqtədən 60 dərəcə saat əqrəbi istiqamətində hərəkət edirik. Deməli, bizim bucaq gəlib düşəcək təxmini olaraq bura. -60 dərəcə qəbul olunacaq bura. Məsələn, indi biz çevrilmələrdə ya bucaqların ölçülməsində də görə bilərik. -60 dərəcə ilə 300 dərəcə eyni bir şeydir. Baxın, -60 dərəcə gəlib bura çıxıb, düzdür? 330 dərəcə hərəkət eləsək, baxın, bu istiqamətdə gəlir, yenə də eyni yerə çıxır. Bunları da təbii ki, zamandan vərdiş eləyib öyrənəcəyik. -60 dərəcəyə baxaq indi. Kosinus cüt bir funksiyadır. Kosinus -60-da da, müsbət 60-da da eyni qiyməti alır. Bunun şəkildən də görmək olur. Baxın, 60 dərəcədə nəyə bərabərdir? 2-də 1-ə. -60-da da 2-də 1-ə bərabər olacaq. Çünki belə deyək, nöqtəmizin 4-cü rübə düşüb. 4-cü rübdə nədir? X oxu görürsünüz. X oxu bura. Bura müsbətdir də. Deməli, kosinus olacaq müsbət 2-də 1. Müsbət 2-də 1. Vurulsun. Tangens alfa. Tangens -60-a baxaq. Deməli, tangens 60-da nə alırsa, tangens -60-da onun əksini alır. Kosinusdan başqa digər 3 funksiyanın 3-ü də. Yəni, tangens, kotangens və sinus. Mənfi dərəcəli bucaqda, məsələn, 60-da nə alırsa, -60-da onun əksini alacaq.
Yəni cüt olan funksiya bunların içərisində yeganə funksiya kosinus funksiyasıdır ki, cütdür. Yəni mənfini udur. Amma digərləri hamısı önə çıxardır. Tangens 60-da kökdə 3 böl 2-yə bərabərdir. Mənfi 60-da da olacaq mənfi kökdə 3 böl 2. Buradan da nəysə səhv hesabladıq. Bir dəqiqə. Deməli, kosinus düz yazmışıq. Tangens tangens 60-da kökdə 3-ə bərabər. Bağışlayın. Bir anlıq. Vəssalam. Bunlar da bir-birinə vuranda olacaq. Mənfi kökdə 3 böl 2. C variantı. 75 dərəcəli bucağı. Yenə dərəcəni radiana çevirəndə dərəcəni bölürsünüz 180-ə, mənfi 75-i böləsiniz 180-ə, vurasınız pi-yə. 15-ə ixtisar gedir, aşağıda 12 qalır, yuxarıda mənfi 5 pi. Deməli, mənfi 12-də 5 pi. C variantı. Hansı müsbətdir? Gəldik bu ifadələrə. Baxın, kosinus 1 yazıbdırsa və üstündə dərəcə yoxdursa, bunu radian kimi qəbul edin. Bir radianımız da dedik təqribi olaraq 57 dərəcədir. İşarələri barədə də yenə biz bu çevrədən görə bilərik. Kosinus 57 dərəcə. Görsənir ki, bax birinci rübdə nədir? Müsbət qiyməti alır. Bu müsbətdir. Birincini də əllədik. Kosinus 154. Kosinus 154 gəlib çıxacaq təxmini olaraq bura. Baxın, kosinus burada nədir? Mənfidir. X oxu burada mənfidir. Ona görə 2 götürməyəcəyik. Kosinus 4. 57-ni 4-ə vuranda təxmini olaraq 228 gəlir düşür 4-cü rübə, 3-cü rübə. 3-cü rübdə yenə kosinusa baxın, x oxu mənfidir. 3-cü rübdə ümumiyyətlə sinus da mənfidir, kosinus da mənfidir. Bu da getdi. Kosinus 900. Deməli, baxın, 360, 360. 2 dəfə dövr eləsə gəlib çıxır eyni yerə. Baxın, bir tam bucaq 360 dərəcədə axı. Bir dəfə dövr elədi, təzədən bir dəfə də dövr elədi, gəlir çıxır bura. 720 dərəcə fırlanandan sonra yenə gəlir eyni yerə çıxır. 720-nin üstünə 180 gəlsək, yəni daha bu tərəfə gəlsə, gəlib hara çıxacaq? Bu nöqtəyə gəlib çıxır da, düzdür? Kosinus bu nöqtədə nədir? Mənfi 1. Bu da mənfidir, bu da getdi. Kosinus 259. Kosinus 259 yenə 3-cü rübün bucağıdır. 3-cü rübdə kosinus mənfidir, x oxu mənfidir. Ona görə bir dənə cavabımız, bir dənə müsbət olan yalnız birinci D variantı olacaq cavabımız. 19-cu suala baxırıq. 19-cu sualda burada bunun vermə səbəbi gələcəkdə öyrənəcəyik. Məsələn, biz sinus kökdə 3 bölü 2-yə kökdə 3 bölü 2-ni nə zaman alır? 60 dərəcədə. Doğrudur, biz bunu bilirik. 60 dərəcədə. Amma 120-də də eyni dəyər alır da, yəni kökdə 3 bölü 2-yə bərabərdir. Və məsələn 60-da bunu alıb, 60-dan bir 360 dərəcə fırlanıb gəlsək bura, 60-ın üstünə 360 gələndə nə eləyir? 420 dərəcədə də eyni şeyi alır. Bizdə sadəcə bunu verməklə deyir ki, birinci rübün bucağıdır. Ona görə təkcə 60, yəni sinus alfanı biz 60 dərəcə qəbul eləyək. 120 qəbul eləmə. Səbəbi budur. Çünki 120 dərəcədədir kökdə 3 böl 2-yə bərabərdir. Deməli 60 dərəcədə pi böl 3-dür. Pi böl 6 ilə pi böl 3-ü toplayanda gətirib alfanın yerinə pi böl 3 yazacağıq. Kosinus pi böl 6 üstə gəl pi böl 3. Bu da bərabərdir kosinus pi böl 2. 6-da 3 pi eləyir, o da 2-də 1 pidir. Yəni pi böl 2. Pi böl 2-də də kosinus 0-a bərabərdir. Cavab olur Y variantı. Davam edirik. 20-ci sual. Deməli, bizdən nə istəyir? Gfx. Yəni, biz əvvəlcə fx-i tapaq. Fx-in bizə qiymətini verib də, onsuz da pi böl 3. Vəssalam. Burada x-in yerinə gətirib pi böl 3 yazacağıq. Kosinus 60 dərəcədə nəyə bərabərdir? 2-də 1-ə bərabərdir. Kiçik olan qiymətini alır. Baxın, 30 dərəcədə böyük olan qiymətini alır. Bu daha sağda yerləşir. 60 dərəcədə daha kiçik 2-də 1 olan qiymətini alır. 2-də 1-in də üstünə 1 gəlirik. 1 tam 2-də 1 B variantı. Hansı ifadənin qiyməti müsbətdir? Bunları yenə deyirəm,
rüblərdə hansının hansı rübdə yerləşdiyini bilmək. Təbii ki, sonra bunları göstərəcəm, əzbərləyəcəyik də hətta. Tangens 170. Baxın, tangensi sinus böl kosinus, kotangensi də kosinus böl sinus. Ümumiyyətlə biz e, əsas trigonometrik eyniliklərdir, bəzi düsturlardır. Onların əksəriyyətində biz tangensi, kotangensi, tangensi deməli sinus böl kosinus, kotangensi də kosinus böl sinus kimi təsəvvür edib düsturları rahatlıqla yadda saxlaya bilərik. Çünki ayrı-ayrı hərəsinə aid düsturu yadda saxlamaq nisbətən çətin olacaq bizə. Tangens deməli sinus böl kosinusdur. 170 dərəcə ikinci rübün bucağıdır. İkinci rübdə sinus müsbət qiymət alır. Müsbət. Kosinus mənfi qiymət alır. Deməli tangens 170-də mənfidir. Gəldik kotangensə. Kotangens 190 dərəcə. Dördüncü rübün bucağıdır. Dördüncü rübdə 180-i keçib. Sinus da mənfidir. Baxın, sinus da mənfi qiymət alıb. Kosinus da mənfi qiymət alıb. Mənfi mənfiyə böləndə edir müsbət. Bir mənfi, bir müsbət, bir-birinə vuranda mənfi qiymət alır. A variantı beləliklə gedir. Gəldik B variantına. Sinus 115. Sinus müsbətdir. Kosinus mənfidir 115-də. Deməli, biri müsbət, biri mənfi, hasilləri mənfi olacaq. Sinus 120, kosinus 220. Kosinus 220-də mənfi qiymət alır. Dördüncü rüb qiymətdir. Sinus 120-də müsbətdir. İkinci rübdə. Sinus birinci və ikinci rübdə müsbət olacaq. C variantı da olmur. Deməli, kosinus 210, sinus 310, sinus 310 da dördüncü rübdür. Nə? Mənfi qiymət alır. Yəni, bu mənfidir. Kosinus 210, o da üçüncü rüb bucağıdır. Üçüncü rübə düşür də. Hə. Bu da mənfidir. Mənfi vur mənfi eləyəcək müsbət. Cavab olacaq D variantı. G variantına baxaq. Kosinus 300. Kosinus 300-də müsbətdir. Tangens 300-də, amma mənfidir. Nəyə görə mənfidir? Çünki kosinusun müsbət, sinusun mənfi olduğu qiymətdir. Ona görə müsbət vur mənfi də mənfi edir. Burada müsbət olan cavab olacaq D variantı. Çünki hər ikisi mənfidir. Gəldik 22-ci suala. Bərabər yanlı üçbucağın oturacağı bitişik beta bucağı üçün kosinus beta budur. Təpədəki bucağı tapın. Gəlin şəkli çəkək. Bərabər yanlı bir üçbucaqdır. Deməli, bizim üçün ümumilikdə kosinus, sinus, tangens bunların var olmağı üçün bir düzbucaqlı üçbucaq lazımdır. Yəni, oradan biz öyrənmişik ki, məsələn, sinus deyirik nədir? Katetin hipotenusa nisbəti. Yəni, katet və hipotenus olmalı ki, kosinus olsun, sinus olsun. Baxın, burada bir hündürlük çəkirəm və artıq bizə oturacağı bitişik beta bucağı. Bu bucağın bizə kosinusunu verib. Bu üçbucaq üçün, hətta bu üçbucaq yox, bu üçbucaq üçün deyək. Kosinus nədir? Kosinus qarşı tərəfin, H deyək buna. Hipotenusa nisbəti, yan tərəfə də A deyək. Bu deyir köşdə 3 böl 2-dir. Heç bizə bu lazım deyil. Kosinus köşdə 3 böl 2-ni nə zaman alır? Bu boyda uzatmağım, niyə uzatdıq bu qədər? Kosinus köşdə 3 böl 2-ni alır. Deməli, 30 dərəcədə. Bura 30-dur. Və bərabər yanlı olduğuna görə burada 30-dur. Onda təpə bucaqda olur 120. C variantı. 23-ü də özünüz taparsınız. Tangens 1 böl köşdə 3-ü nə zaman alır? Bilirik. 24-cü sual. Adi hesablamalardır. Yenə deyirəm, çevrə üzərində mütləq işləməyə öyrənməliyik. Kotangens pi böl 4 1-ə bərabərdir. 2 vurulsun 1, çıxılsın. Kosinus pi-də mənfi 1-ə bərabərdir. Çıxılsın mənfi 1. Tangens pi böl 3. Deməli, tangens 60 dərəcədə köşdə 3-ə bərabərdir. Çıxılsın. Kotangens 3 pi böl 2. Kotangens dedik nədir? Kosinus böl sinusdur. Kosinus 3 pi böl 2 də 0-dır. Kosinus 0 olduğuna kotangens də 0 olacaq. Çıx 0. Vurulsun. Sinus pi böl 3-də də yenə köşdə 3 böl 2-yə bərabərdir. Buradan da deməli hesablayanda 2-nin üstünə 1 gəldik. 3 bölünsün 2-də 3. Köşdə 3-ü köşdə 3-ə vuranda. Bu da bərabərdir 2. Cavab olacaq 2G variantı. Çevrə üzərində yenə göstərin. Çünki digər misalı artıq mən yazmayacağım, siz hesablayacaqsınız. Bax, kosinus pi 180 dərəcə. Mənfi 1-dir də, x-imiz mənfi 1-dir.
Kotangensindən tangensin pi bölü 4-də 1-ə bərabər olur. Tangens pi bölü 3. Bax, tangens 60 dərəcə deyirik, düzdür? Bəzən məsələn yadda saxlamaq çətin olur da, kökdə 3 bölü 2-dir, yoxsa tangens deyirik nədir? Sinus alfa bölü kosinus alfa bərabərdir tangens alfaya. Kökdə 60 dərəcədə də sinus daha böyük qiymətini alır. Buradan da ağlımızda saxlaya bilərik. Böyük qiymətini alırsa, deməli kökdə 3 olacaq da. Çünki bax, dəyərlər necə gedir? 1 bölü kökdə 3, sonra 1, ən sonda da nə olur? Kökdə 3. Deməli, 30 dərəcədə 1 bölü kökdə 3-ə bərabər olur tangens. Niyə görə? Kosinus daha böyükdür. Məxrəc daha böyük olduğuna kiçik qiymətini alır. 60 dərəcədə ona görə kökdə 3-ə bərabərdir. Bu şəkildə də yadda saxlaya bilərsiniz. Həmçinin sinus 60 dərəcədə. Buranı təmizləyək. Baxın, 60 dərəcəli bir hərəkət var. Bu nöqtə 60 dərəcə saat əqrəbinin əks istiqamətində hərəkət edir. Və bura 60 dərəcədir. Bura 90. Məlum məsələdir. Radiusda 1-dir. 30-un qabağı nə olur? Bura 60-dırsa, deməli. Bura olacaq 30. 30-un qarşısı olacaq 2-də 1, yəni kosinus 2-də 1-dir. 60-ı da tapanda 30-un qarşısındakini kökdə 3-ə vurur. Burada olur kökdə 3 bölü 2. Yəni sinus olur kökdə 3 bölü 2. Bu şəkildə çünki yenə deyirəm, əzbərləməyə çalışsaz, o daha çətin olacaq. Bunu düzdür, belə ləng olur, yavaş olur, amma nəhayətində öyrənirik. Amma əzbərləməyə çalışsaq, bəlkə də 2 gün sonra yenə yaddan çıxacaq. Davam edirik. 25-i özünüz yazırsınız. 26-cı sual. İfadəsinin qiyməti mənfidir. Deməli, əvvəlcə gəlin bu ifadənin qiymətinə baxaq, görək mənfidirmi, müsbətdirmi? Sinus 3. 57-nin 3-ə vuranda 3-cü rübə düşür və 3-cü rübdə sinus müsbətdir. Bu müsbət. Kosinus 1. Kosinus 1-də də müsbətdir. Tangens 4 gəlir düşür 3-cü rübə. 57-nin 4-ə vuranda 3-cü rübə. Burada tangens burada da müsbətdir. Çünki sinus da mənfidir, kosinus da mənfidir. Mənfi mənfiyə böləndə müsbət edir. Deməli, mənfi olması üçün deməli bu ifadə mənfi qiymət almalıdır. Çünki bunların hasili müsbətdir. Bu mənfi olmalıdır ki, hasil bizə mənfi qiymət versin. Deməli, yazırıq a kvadrat çıx 25 kiçikdir 0. Burada da bərabərsizlik birinci hissə mövzusudur. Baxın, köklərini tapırıq. -5 və 5. İntervallara ayırırıq. 5-dən böyük bir ədəd yazsaq müsbət alınır. Bir intervalı tapdıq. Ondan sonra da ardıcıl şəkildə düzürük. Müsbət, mənfi, müsbət. Bizə də mənfi aralıq lazımdır. Mənfi aralıqda -5-dən 5 aralığı. Cavab olur C variantı. 27-ci suala özünüz baxırsınız. Əvvəlcə bunların işarəsini taparsınız. Sonra bərabərsizlik alınacaq. Onu həll edərsiniz. 28-ci sualda həmçinin kosinus nə zaman kökdə 3 bölü 2-dir? 30 dərəcədə. Aparıb yerinə pi bölü 3 yazacaqsınız. Alfanın müəyyən bir dəyər alınacaq. Sonra da həll edəcəyik. 29-cu sual. Modul bir ifadə və yaxud kök altında plus üstündə kvadrat görəndə biz nə düşünürük? Modullu ifadəni moduldan azad eləmək üçün daxildəki, yəni modul daxili ifadənin müsbət və ya mənfi olduğunu aydınlaşdırmalıyıq. Müsbətsə özü çıxacaq, mənfidirsə əksi. İndi, deməli, burada kvadratla kök bir-birini aparır. Amma biz buna elə B çıx A kimi baxa bilmərik. Modulda yazmağa məcburuq. Üstə gələk. A plus C çıxılsın B minus C. Deməli, burada A-nın, B-nin, C-nin işarəsini müəyyənləşdirək. Sinus 130-da ikinci rübün bucağıdır. A müsbətdir. Kosinus ikinci rübdə mənfidir. B mənfidir. Tangens 25 dərəcədə o da müsbətdir. Deməli, B çıx A bizə mənfi dəyər verir. Ona görə moduldan azad eləyəndə əksini çıxardıq. Üstə gəl, A üstə gəl, C-yə baxaq. A da müsbət, C də müsbət, cəmləri müsbət olacaq. Ona görə olduğu kimi çıxır. Çıxılsın. B mənfi, C müsbət. Məsələn, mənfi ədəddə müsbət ədəd çıxanda da mənfi edir. Ona görə bunu da çölə əksi çıxır. Bu da bərabərdir. A çıx B, üstə gəl A,
üstəgəl C, çıx C, üstəgəl B. Bu mənfi bura təsir edir. Mötərizə qarşısında deməli. C-lər getdi, B-lər də getdi. 2 dənə A qaldı. Cavab olur 2A, D variantı. Gəldik 30-cu suala. Ümid edirəm 29 anlaşıldı. Sadəcə moduldan azad eləməyə düşünürük. Vahid çevrə deyəndə uşaqlar, burada uşaqlar deyə müraciət edirəm. Riyaziyyat sevərlər deyək. Vahid çevrə radiusu 1-ə bərabər olan bir çevrədir. Deməli, bizə deyir ki, bizim baxın kosinusumuz, yəni x oxumuz mənfi kökdə 3 bölü 2-dir. Təxmini olaraq bura tutalım olsun. Yəni biraz səliqəli şəkil çəkək. Belə eybəcər oldu. Deməli, mənfi kökdə 3 bölü 2. Baxın, mənfi kökdə 3 bölü 2 bu nöqtədə mənfi kökdə 3 bölü 2. Radius da 1-dir. Bizdən nə istəyir? M istəyir. Yəni, baxın, buranın uzunluğunu istəyir də bizdən. Nöqtəmizin koordinatı deməli, mənfi kökdə 3 bölü 2 və M-dir. Bizə sanki, baxın, buranı verib, mənfi kökdə 3 bölü 2. Bizdən buranı istəyir. Biz də adi Pifagor teoremi ilə tapa bilərik. Vahid çevrədirsə, 1-in kvadratından buranın kvadratını, digər katetin kvadratını çıxarıq, taparıq buranın hündürlüyünü və yaxud bura eyni şeydir. 1-in kvadratından bunu da çıxanda eləyəcək 4-də 1, 4-də 1, 2-də 1-in kvadratı. Cavab olur Y variantı. Dərəcələri belə də yadda saxlaya bilərsiniz. Məsələn, əsas trigonometrik eyniliklərdən biri nədir? Sinus kvadrat alfa üstəgəl kosinus kvadrat alfa bərabərdir 1. Əslində buradan yaranıb da bu. Yəni, Pifagor teoremində başqa bir şey deyil. Baxın, bura sinus kvadratdır, yəni sinusdur. Burada kosinusdur. Bunların kvadratları cəmi olacaq 1. Radiusu 1 qəbul edirik çünki. Bu şəkildə deməli M olacaq mənfi 2-də 1 ilə 2-də 1. Nəyə görə? Bununla bunun kvadratları cəmi 1 olsun. 31-ci sual. Burada nə deyir bizə? ABC üçbucağında radianla ifadə edin. Çətin bir şey yoxdur uşaqlar. Gəlin yazaq. Üçbucağın daxili bucaqlarının cəmini biz bilirik. 180 dərəcə. A olsun, B olsun, burada C olsun. Gəlin bunu dərəcəyə çevirək. 3 pi böl 5 vurulsun. Deməli, 180 böl pi. Pi'lər gedir, sar gedir. Nə qalır? 36. 36-nı da 3-ə vurduq, 108. Fərz eləyək 108, düzdür, 108 də oxşamır. B ilə C-nin fərqi 24. İki ifadənin fərqi nəyəsə bərabər olanda və yaxud deyəndə ki, biri o birisindən 20 dərəcə böyükdür. Birinə x deyirik, birinə də x plus 24. Burada böyük olan bucaq B-dir. Bunda balacaya x deyək. B də olacaq x üstəgəl 24 dərəcə. Və salam bizim tənlik artıq hazırdır. 2x üstəgəl 24, yəni 3 dənə bucağın cəmi 180-ə bərabər olacaq. 108 bərabərdir 180. Buradan da 2x bərabərdir. 180-dan çıxırıq. 132. 2x bərabərdir 48, x də bərabərdir 24 dərəcə. Və salam, bizdən B bucağını istəyir. B bucağı da 48 olur. 48 dərəcəni də radiana çevirəndə 48-i böləcəyik 180-də, vuracağıq pi-yə. Nəyə? 12 ixtisar gedir. 15 qalır, 4 qalır. 4 pi böl 15 Y variantı. Cavab olur belə. 32-ci sual. Alfa və beta bucaqlarının birinin sinusun, birinin kotangensini istəyir. Yenə birinci növbədə nə düşünürük? Tangensin, kotangensin, sinusun, kosinusun olmağı üçün, yəni biz üçbucaq əldə eləməliyik, düzbucaqlı üçbucaq. Buradakı sualda baxın, alfa bucağı düzdür, burada bir düzbucaqlı üçbucaq yaranıb. Baxın belə. Amma
problem nədədir? Baxın, biz bunun uzunluğunu vahid qəbul eləyə bilərik. Yaxşı, bura nə qədərdir bilmirik və yaxud bura nə qədərdir onu da bilmirik. Deməli, alfa bucağına bərabər başqa bir bucaq tapmalıyıq biz. Daxili çarpazlıqdan, həm xarici çarpazlıqdan bu formada bir şey tapacağıq. Deməli, alfa bucağına digər bərabər bucaq buradır. Bununla daxili çarpaz olan bucaq da buradır. Belə çıxır ki, biz bu bucağı alfa kimi qəbul eləyə bilərik. Yəni, bu bucaqla bu bucaq bir-birinə bərabərdir. Yenə deyirik, necə? Bunlar qarşılıqlı bucaqlardır, bərabərdir. Biraz şəkli yaxınlaşdıraq. Qarşılıqlı bucaqlardır və burada diqqətlə baxın Z-də. Z deyəcəyik, tez-tez işlədəcəyik bunu da. Z nədir? Daxili çarpazlıqdır da. Deməli, bu bucaq olacaq alfa bucağı. Artıq bu bucaq alfadırsa, biz burada yaranan, baxın, bu üç bucağın nisbətlərindən istifadə edə biləcəyik. Çünki buranı biz vahid qəbul edə bilərik 1. Digər tərəf 2 vahiddir. Bura oldu 2. Hipotenusu da biz tapa bilirik də, düz bucaqlı üst bucaqdır. Kvadrata bölünüb çünki deyir ABC-dir. Deməli, 2-nin kvadratı ilə 1-in kvadratını toplayanda da köşdə 5-in kvadratı alınır. Vəssalam. Hər şey var əlimizdə. Sinus alfa. Alfa bucağın sinusu nədir? Qarşı katetin, yəni 2-nin hipotenusa nisbəti. Köşdə 5-ə nisbəti. Sinus alfanı tapdıq. Keçək nəyə? Kotangens bettanı tapmaq. Yenə betta bucağı üçün gərək daxili çarpaz bir bucaq tapaq. Burada da deməli Z-də baxın, tərsinə Z. Yenə betta ilə daxili çarpaz bucaqlardan bunlar baxın, sanki bax belə bir şəkildə. Bura bettadırsa, burada bettadır, eyni şeydir. Bura bettadırsa, burada bettadır. Bu bucağın istifadə eləyəcəyik. Yəni eyni dərəcəli bucaqdır. Yenə katetin birin vahid qəbul eləyək buranı. Bura 3-dür, digər katet. Hipotenus da onda olacaq köşdə 10. 1-in kvadratı ilə 3-ün kvadratı köşdə 10-un kvadratı olur. Kotangens necə tapılır? Kotangens bitişik katetin qarşı katetə nisbəti. Vurulsun, bitişik katetimiz 1, qarşı katetdə 3. Bunlar da bir-birinə vuranda olacaq 3 köşdə 5-də 2. Surəti məxrəci köşdə 5-ə vuraq, irrasionallıqdan azad eləyək. Cavab olacaq nə? 15, 2 köşdə 5. Y variantı. Gəldik 33-cü suala. İfadəsinin qiymətini tapın. Baxın, burada radiusu vahid qəbul eləməyib. Amma vahid qəbul eləməsə belə nisbət olaraq dəyişən bir şey olmayacaq. Sinus alfa ilə kosinus alfa. Yenə şəkil üzərindən elə baxaq. Bura 3-dürsə, radiusumuz 5-dir də bizim. Özü deyir. Baxın, 5 nöqtəsidir. 5-dirsə, onda bu da 5-dir də. Bu da radiusdur. Onda qarşı tərəfdə olacaq 4. Yəni, burası sinus da deyə bilərik. 3 sinus alfa. Sinus alfa necə tapılır? Qarşı katetin hipotenusa nisbəti. Yəni 3 vurulsun 5-də 4 çıxılsın. 2 kosinus alfa. 2 vurulsun. Kosinus alfa necə tapılacaq? Bitişik katetin, yəni 3-ün 5-ə nisbəti. Bu da bərabərdir. 5-də 12 çıx, 5-də 6. Bu da deyəcək 5-də 6. Ümid edirəm hesablamamız doğrudur. 5-də 6 da 1,2. Yəni cavabımız olacaq 1,2. Davam edirik. Bərabər yanlı üç bucağın oturacağına bitişik bucaq bettadır. Sinus betta 2-də 1. Sinus nə zaman 2-də 1-ə bərabər olur? Bir 120 dərəcədə, bir də yox. Bir 150 dərəcədə, bir də 30 dərəcədə. Baxın, 30 dərəcədə də 2-də 1-dir. 2-də 1. 150-də də 2-də 1-dir. Məlum məsələdir. Oturacağına bitişik bucaqdırsa, yəni bura bettadırsa, burada bettadır. Bir üç bucaqda 2 dənə kör bucaq ola bilməz. Yəni 150 yox, biz 30 dərəcə qəbul eləyəcəyik bunları. Bizdən də təpə bucağın ölçüsünü istəyir. Burada olur 120 dərəcə. Cavab olacaq 120. Bu nədir? Deməli, dairəvi yolda A nöqtəsindən saat əqrəbinin əks istiqamətində hərəkətə başlayan avtomobil radianla hərəkət etdikdə fasilə edir. Bir şey ağlımızda tutaq. Hər 2 pi'dən 1 eyni nöqtəyə qayıdır. Hər 2 pi'dən 1. 360 dərəcədə buradan çıxdı. 360 dərəcə fırlandı, gəlib yenə eyni nöqtəyə çıxır. Deməli, avtomobil 5 pi böl 2.
hərəkət eləyib. Bunu sadəcə göstərməkdən ötürü yazıram. Həllini də görəcəyik. Bunu 2,2-də 1 pi kimi yaza bilərik. Əslində bu avtomobil neyinib? Buradan çıxıb 2 pi qədər hərəkət edib, sonra bir 2-də 1 pi qədər də hərəkət edib. Yəni avtomobil birinci dövrdən sonra gəlib çıxıb bura. Bundan sonra təzədən bir bu qədər də hərəkət edib. Məlum məsələdir, toplayacağıq. Buradan başlayıb kruq eləməyə, dövr eləməyə. Toplayacağıq. 5 pi böl 2 üstə gəl 4 13 pi. Bu da bərabərdir 4-də 23 pi. O da deyir 5 tam 4-də 3 pi. Bizdən sonda nə istəyir? A, O, B bucağı. Hərəkət eləyib A, O, B bucağına gəlib çıxıb. Baxın, 2 pi dövr eləyib, təzədən bir 2 pi də dövr eləyib. Yəni 5 tam 4-də 3 pidən biz 4 pini rahatlıqla çıxa bilərik. Çünki eyni nöqtədir. 4 pi qədər fırlanmağı o demək deyil ki, o fərqli bir yerə gedib çıxıb. İstəyir 6 pi fırlansın, 8 pi fırlansın, gəlib eyni yerə çıxır. Qalır nə? 1,4-də 3 pi. İndi gələk görək 1,4-də 3 pi hara gedib çıxır. Baxın, pi qədər hərəkət eləsə, gəlib çıxır bura. Bunun üstünə bir 4-də 3 pi də gəlsək, gəlib çıxacaq təxmini olaraq bura. Yəni bizim B nöqtəmiz olacaq burada. İndi bizdən istədiyi A, O, B bucağıdır. Yəni bu bucaq. Bu bucağın dərəcə ölçüsünü istəyir. 1,4-də 3-ü bucağa da çevirə bilərik. Və yaxud deyə bilərik ki, bura 4-də 1 pidə, pi böl 4-dür. Niyə görə? Çünki 4-də 3 pi qədər gəlibdir. Bunun üstünə bir 4-də 1 də gəlsək, gəlib çıxacaq nəyə? 2 piyə yenə gəlib çıxır da. Pi böl 4-də 45 dərəcəyə bərabərdir. Məsələ biraz qəliz kimi görsənir, amma aydın şəkildə ifadə eləməyə çalışdım. Ümid edirəm, anlaşılan oldu. Davam edək. 36-cı sual bundandır. Özünüz baxarsınız. 37-ci suala baxırıq. Burada deməli, bizim əsas eyniliklərimizdən biri nədir? Sinus kvadrat alfa üstə gəl. Kosinus kvadrat alfa bərabərdir 1. Yəni burada alfa olmalıdır. Biz yaza bilərik məsələn sinus kvadrat 30 üstə gəl kosinus kvadrat 30 bərabərdir 1. Düzdür, burada fərqli bucaq ola bilər. Amma gərək bucaq olaraq biz onu göstərə bilərik. Məsələn, sinus 30-sa, məsələn, sinus 150 də yaza bilərik onun yerinə. Amma eyni dərəcəli bucaqlar üçün həmişə keçərlidir. Yəni, arqumentlər eyni olmalıdır. Bax, bunlar eyni olmalıdır. Ona görə biz sadəcə burada yəni alınan dəyərlə burada alınan dəyər eyni olmalıdır ki, kvadratlar cəmi 1-ə bərabər olsun. Burada heç trigonometriya ilə əlaqəli bir şey yoxdur. Yoxdur dediyim, yəni kvadrat tənliyi həll eləyəcəyik sadəcə. Bərabərdir digərinin arqumentinə. Deməli, burada olan 3 ifadəni hamısını sola keçirsək, A kvadrat, mənfi 5A-nın üstünə 4-ə gələndə mənfi A, 3-dən də 9 çıxsa, mənfi 6, bərabərdir 0. Bunu da V-ilə həll eləsək, deməli, cəmi 1, hasili mənfi 6, 3 və mənfi 2. Bizdən də A-nın hansı natural qiymətidir? Cavabı götürürük 3. 3 yazanda burada da eyni dəyər alınır, burada da eyni dəyər alınır. Yəni, hər ikisində alfa olsun. Götürüb burada məsələn, sinus kvadrat alfa üstə gəl kosinus kvadrat beta bərabərdir 1 yazsaq, o düzgün olmaz. Bütün hallar üçün doğru olmaz, belə deyim. Təbii ki, müxtəlif uzaqlar var ki, onların da kvadratları cəmi 1-dir. Onu da görəcəyik. Amma əsas odur ki, arqumentlər eyni olsun. 38-ci sual kongruent kvadratlara bölünüb. Bayaqki suala oxşuyur. Yəni, biz burada mütləq şəkildə betaya bərabər bucaq tapmalıyıq. Yenə deyirəm, bundan istifadə eləmək olmur. Bu bucaqdan istifadə eləmək olmur, 3 bucaqdan. Çünki biz bunun dəyərini bilmirik nə qədərdir, ona görə. Deməli, betaya bərabər bir bucağa tapmağa çalışaq. Deməli, baxın, burada bir Z var. Belə görə bilərik. Bilmirəm, görsənir, yoxsa yox. Yəni, bu bucaqda betadır, amma bu bizə bir şey verməyəcək. Amma bu bucaq verəcək. Aha, vəssalam. Deməli, burada bir tərsinə Z var. Yenə deyirəm, bu Z bizə niyə lazımdır? Z ona görə lazımdır ki, biz Z-də olan bucaqlar daxili çarpaz olur da, təbii ki, bu ikisi paraleldirsə.
Yəni bu bucaqla bu və yaxud bu tərsinə z ola bilər. Necə? Belə ola bilər. Yenə bu bucaqla bu bucaq bərabər. Və yaxud n-ya oxşuyur belə. Yenə biz bunu fırlatsaq z-ə oxşuyur da. Baxın, bu bucaqla bu bucaq bərabər olur. Bu şəkildə istifadə edib betaya bərabər bir bucaq görməliyik və həmin bucaq düzbucaqlı, üçbucaqda vahid, tərəflər vahid olmalı ki, biz ondan istifadə edək. Baxın, burada deyirəm hansından istifadə edək. Baxın bundan. Bura betadırsa, burada betadır. Yəni bu bucağın artıq biz betaya bərabər olduğunu bildik. Deməli, biz bu üçbucaqdan istifadə edəcəyik. Bu üçbucağın deməli bir tərəfi 5 vahiddir, bir tərəfi 2 vahiddir. Bizə tangens alfa, kotangens betadır. Hə. Bura beta bucağıdır. Kotangens necə tapılır? Bitişik katetin qarşı katetə nisbəti. Deməli, kotangens betamız bizim olacaq 2/5. İndi alfa bucağına bərabər növbəti bir bucaq axtarmağa çalışaq. Z-dən istifadə edə bilərik və yaxud da bura deyəsən alfa bucağına bərabər olacaq. Görək bərabərdirmi? Deməli, burada alfadır. Yox, ora alfa olmayacaq. Deməli, bura alfadır uşaqlar. Burada alfa olacaq. Alfa bucağı bura olacaq. Niyə görə? Bununla bu qarşılıqlı bucaqdır. Burada yenə baxın bir n yaranıb. Görürsünüz? Bura nədirsə, burada ondandır. Deməli, bura oldu alfa bucağı. Bax, burada da bu üç bucaqdan istifadə edək. Tərəfləri bəllidir ona görə. Tangens alfa. Deməli, buranın uzunluğu nə qədərdir? 2, 4, 6, 7. 1, 2, 3, 4, 5. Burada 5. Tangens alfa necə tapılır? Qarşı katetin bitişik katetə nisbəti. Yəni 7-nin 5-ə nisbəti. O da bərabərdir 25-də 14. Alsını istəyir. Ümid edirəm düz hesabladıq. Hesablamadıqsa belə özünüz bir də baxın. Bu qədər. Davam eləyək. 39-cu sual bizə nə verib? Sinus, kosinus, beta. Sadəcə aparıb kosinus beta necə tapılır? Məsələn, beta buzağının kosinusu. Bitişik katetin hipotenusa nisbəti. A/C çıx. Sinus beta. Deməli, qarşı katetin hipotenusa nisbəti. B/C. Kosinus alfa üstəgəl sinus alfa. Yenə kosinus alfa bitişik katetin hipotenusa nisbəti. B/C üstəgəl A/C. Bərabərdir 3/1. Sürəti məxrəci 3-ə vursaq belə bir ifadə alınır. A çıx B, A üstəgəl B bərabərdir 1/3. Çarpaz şəkildə vursaq nə alınacaq? Deməli 3A çıx 3B bunu surətə vurduq, bunda məxrəcə. Bərabərdir A plus B. A-ları bir tərəfə keçirək, B-ləri bir tərəfə. 3A-dan A-nı çıxırıq. Qalır 2A bərabərdir. B-nin də üstünə 3B-ni gəlirik. Olur 4B. Hər tərəfi 2-yə bölsək, A bərabərdir 2B-yə. Vəssalam. Bizə də A böl B nisbətini istəyir. A-nın yerinə aparıb 2B yazaq. A 2B-yə bərabərdir. Axı buradan tapmışıq. Böl B. B-lər ixtisar gedir, cavab qalır 2. 40-cı sual. Tangens nə zaman 1-ə bərabərdir? Alfa, deməli 90-la 180 dərəcə arasındadır. 45 olmalıdır. Deməli, burada 45 yaranması üçün alfa olmalıdır 15. Alfa 15-isə aparıb yerinə qoyanda sinus 90-da 1-dir, kosinus 60-da da 2-də 1. Sadəcə hesablamadır burada. Bunları işləməyək. Gələk 42-ci suala. Uyğunluğu müəyyən edin. Sinus alfa 0-dan böyükdür. Sinus 1-ci və 2-ci rübdə 0-dan böyükdür. Hə, kosinus da 0-dan balacadır. Deməli, baxın, ikinci rübdə kosinus mənfidir, görürsünüz x oxu. Sinus da müsbət. Deməli, bu ikinci rübün bucağıdır. 1-ə ikinci rübün bucağıdır. Bəli, A uyğun gəlir.
Sinus alfa. Vəssalam. 1-ə getdi A. 2-yə baxırıq. Tangens sıfırdan balacadır. Kotangens də sıfırdan balacadır. Onsuz da tangeslə kotangens işarə olaraq dəyişmir. Yəni biri mənfidirsə, o birisi də həmin nöqtədə mənfidir. İkinci və dördüncü rübdə tangenslə kotangens mənfidir. 2 və 4. B variantı. Niyə görə? Baxın, birin elə bir ki, sinus müsbətdir burada. İkinci rübdə. Kosinus mənfi. Sinus böl kosinus, o birisi də kosinus böl sinusda. Dördüncü rübdədə kosinus müsbətdir. Baxın, kosinus müsbət. Sinus mənfidir. Yəni birinin mənfi, birinin müsbət olmağı lazımdır. 2 və 4-cü rübümüz adı. B variantı getdi bura. Sonra nə verib? Sinus alfa sıfırdan balaca. Bu da 3-cü rübümüz adı. 3-cü rübdə kosinus da mənfidir. Sinus da mənfidir. X oxu da mənfidir, Y oxu da mənfidir. 3-cü rübümüz adı. D variantı gedir bura. İkisi də mənfidirsə hasilləri müsbət olur da. Y variantı da uyğun gəlir bura. C variantı yoxdur. Heç birinə uyğun gəlmir. 43-cü sual da bundandır. Özünüz baxarsınız. 44 də bu tip sualdır uşaqlar. Bunu da həll eləmək istəmirəm. Sadəcə işarələri müəyyən edin də. Başqa sizdən bir şey istənilmir. Məsələn, alfa 75-dir. Kosinus alfa vur kotangens alfa. Bu da müsbətdir, bu da müsbətdir. Məlum məsələdir, müsbətdir. Yəni 1-ə gedəcək A variantı. Sonra, məsələn, 210 yazsaq, tutalım alfanın yerinə burada. 210 da sinus mənfidir, kosinus da mənfidir. Bu uyğun gəlmir. Amma bu da müsbətdir, bu da müsbətdir 75-də. Bu da uyğun gəlmir. 276 dərəcə. 276 dərəcə 4-cü bura çünki 270 dərəcədir. 276 gəlir çıxır bura. Kosinus müsbət, sinus mənfi olur. Biri mənfi, biri müsbətsə hasilləri mənfidir. B variantı uyğun gəlir 3-ə. Sinus alfa ilə kosinus alfanın cəmi mənfidir. 210 dərəcəyə baxsaq, 210 dərəcədə 3-cü rübün bucaqda sinus da mənfidir, kosinus da mənfidir, ikisi də mənfidir. Mənfi ilə mənfinin cəmi də mənfi verir bizə. C variantı uyğun gəlir bura. Tangens alfa üstəgəl kotangens alfa. Yəni ikisinin də mənfi olduğu yer hara var? İkinci rüb var məsələn. Dördüncü rüb də ola bilər. 2 və 4-cü rübdə demişik. Tangenslə kotangens ikisi də mənfidir. D variantı uyğun gələcək bura. Y variantı barədə biraz fikirləşmək lazımdır. Sıfıra bərabər olsun. Gəlin bunu 210 çünki hesablana biləndir. Ona görə deyirəm. Gəlin bunu 210-da yoxlayaq. 210 dərəcə 180-dən 30 dərəcə keçmiş bir bucaqdır. 180-dən 30 dərəcə. Kosinus burada modulu böyük olan qiymətini alır. Yəni mənfi köşdə 3 böl 2. Deməli, mənfi köşdə 3 böl 2. 210-da sinus mənfi 2-də 1 alır. Mənfi 2-də 1. Tangens də müsbət qiymətini alır. Tangens də alır. Tangens 30-da nə alırdı? 1 böl köşdə 3. Yəni köşdə 3 böl 3. Məncə bunları toplayanda 0 eləmir. Xeyr, bura uyğun gəlmədi. Y variantına da uyğun gəlməyəcək. Çünki 276 dərəcədə sinus da modulu böyük mənfidir. Tangens də modulu böyük olan mənfidir. Amma kosinus balacadır. Yəni toplamaqla 0 alınan deyil. A variantında 3-ü də müsbətdir. Yəni 75 dərəcədə 3 də müsbətdir. Cəmləri 0 ola bilməz. Y variantı heç birinə uyğun gəlməyəcək. Suallar bitdi. Bu bölmə bu qədər. Gələn bölməndə inşallah yeni qısa bir zamanda çalışacağım paylaşıb. Like eləməyi, paylaşmağı, fikir bildirməyi unutmayın. Bu məni də motivasiya eləyir, həm də sevindirər. Uğurlar.